Gününüz xeyirli olsun uşaqlar. Lampaların ardıcıl və paralel birləşdirilməsi mövzusunun tapşırıqların izahına baxmış olacağıq. Amma hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı siz özünüzsünüz. Çalışqan olun, dürüst olun, xəyallarınızdan vaz keçməyin və gerisini Allaha həvalə edin. Əsas odur ki, qarşınıza bir məqsəd qoyun və bu məqsədə doğru inamla addımlayın. O zaman hər şey istədiyiniz kimi ola bilər. Birinci sualda deyir ki, paralel birləşdirilmiş lampaların sayı artarsa, dövrədəki ümumi müqavimət necə dəyişər? Paralel birləşmə zamanı dövrənin ümumi müqavimətinin tərs qiyməti ayrı-ayrı lampaların müqavimətinin tərs qiymətinin cəminə bərabərdir. Düstur olaraq göstərək. 1 bölünsün R paralel bərabərdir. 1 bölünsün R1 üzərinə gəlsin. 1 bölünsün R2 üzərinə gəlsin. Eyni ədəd lampadan söhbət gedərsə, yəni istədiyiniz qədər lampanı bura qoya bilərsiniz. 1 bölünsün Rn. Fikir verəriksə burada paralel birləşdirilmə zamanı lampaların sayı artdıqca müqavimət azalır. Odur ki, ümumi müqavimət necə dəyişər? Azalar. İkinci sual, şəkildəki dövrələrdə lampaların ümumi müqavimətlərinin R1-in R2-yə nisbətini hesablayacaq. Fikir verək, burada birinci dövrə var, bir də ikinci dövrə var. Yəni, birinci dövrənin müqaviməti R1 bölünsün ikinci dövrənin müqavimətinə. Əvvəlcə, gəlin birinci dövrənin müqavimətini hesablayaq. Yazarıq ki, R1 bərabərdir. Ardıcıl birləşmədir. Ardıcıl birləşdirilmə zamanı biz necə edirdik? Müqavimətləri toplayırdıq. Yəni, R üzərinə gəlsin R bərabərdir 2R. İndi ikinci dövrə üçün baxaq. İkinci dövrədə isə lampalar paralel birləşdirilib. Lampalar paralel birləşdirildiyi zaman isə dövrənin ümumi müqaviməti tərs qiymətlərin cəminə bərabərdir. Necə? 1 bölünsün R2, çünki ikinci dövrədən söhbət gedir, bərabərdir. 1 bölünsün R, çünki birinci lampanın müqaviməti üzərinə gəlsin. 1 bölünsün yenə də R, çünki ikinci lampanın da müqaviməti R-dir. Davam edək uşaqlar. Bərabərdir. 1 bölünsün. Orta məxrəc R-dir. 1, 1 oldu 2. Yəni 1 bölünsün R2 bərabərdir 2 bölünsün R. Burada indi R2-ni tapsaq, çünki 1 bölünsün R2 kimi saxlamaq olmaz. Edər tərs qiymətli R bölünsün 2-yə. Demək ki, R2-miz oldu R bölünsün 2. R1-imiz isə bərabərdir 2-yə. Bax burada. İndi bizdən soruşurdu ki, R1-in R2 olan nisbəti nəyə bərabərdir? Yazaq. R1 bölünsün R2 bərabərdir. R1-imiz 2R'dir. R2-miz də R bölünsün 2. Davam edək. 2R vurulsun tərsinə. R bölünsün 2-yə. İxtisarı getdi, qaldı burada 4. Demək ki, R1-in R2 olan nisbəti 4-ə bərabərdir. Üçüncü suala keçək. Sxemə əsasən R müqavimətli lampanın uclarına birləşdirilmiş V1 voltmetrinin gərginliyi 10 voltdur. A variantında soruşur ki, dövrənin ümumi müqavimətini R ilə ifadə edək. Bir də B-də soruşur ki, V voltmetrin göstəricisi niyə bərabərdir? Gəlin A-nı işləyək əvvəlcə. Deməli, dövrənin ümumi müqaviməti R ilə ifadə etməliyik. Baxaq uşaqlar, necə birləşməli əvvəlcə? Cəryan gəlir və burada həm birinci lampadan keçir, daha sonra ikinci lampadan keçir. Bunlar ardıcıl şəkildə birləşdiyinə görə buna deyirik ardıcıl birləşmə. Və ardıcıl birləşmədə ümumi müqaviməti hesabladığımız zaman R ardıcıl bərabərdir. Birincisinin müqaviməti üzərinə gəlsin ikincinin müqaviməti. O da bərabərdir 2-yə. Demək ki, ardıcıl birləşmədə müqavimət 2-yə bərabər oldu. Bunu tapdıq. Yəni, bizdən soruşurdu ki, R ilə ifadə edin. Bunu etdik. İkinci suala baxaq. B variantında isə deyir ki, bunu yazaq A. B variantında isə deyir ki, V voltmetrinin göstəricisi nəyə bərabərdir? Baxaq uşaqlar burada bizə V1 voltmetrinin göstəricisi verib. 10 volta bərabər. Yəni, R müqavimətli lampanın
gərginliyi 10 volta bərabərdir. İndi bizdən soruşur ki, ümumilikdə V voltmetrinin göstəricisi nə qədərdir? Yəni, iki lampanın müqavimətinin birinci göstəricisi nə qədərdir? Gəl hesablayaq onu da. Ardıcıl birləşmədir və bilirik ki, ardıcıl birləşmə zamanı cərəyan bir-birinə bərabərdir. Yəni, I1 bərabərdir I2-yə, o da bərabərdir 1I-yə. Və birincinin, ikincisinin müqavimətləri də bir-birinə bərabərdir. O zaman birinci voltmetrin göstəricisi U1 bərabərdir. I vurulsun yerə. Daha aydınlıq olsun deyə I1 vurulsun R1 yazardıq. O da bərabərdir. Birincinin müqaviməti R'dir. Ona görə R yazıram. Və cəryan şiddətimiz də I-dir. Və burada verilmişdi ki, V1 voltmetrin göstəricisi 10 volta bərabərdir. Bu da bərabərdir 10 volt. İndi keçirik ikinciyə. İkinci voltmetrin göstəricisine baxaq. U2'miz bərabərdir. I2 vurulsun R2'yə. O da bərabərdir. I2'miz onsuz da yenə də i'dir. Yerine yazıram i. Və müqavimətimiz yenə də R'dir. Bərabər olacaq. I vurulsun R. Burada deməmişdik 10 volta bərabərdir. Baxın. Burada I vurulsun R 10 volta bərabər değildi. Demək ki, burada da I vurulsun R 10 volta bərabər olacaq. Demək, U1 voltmetrin göstəricisi oldu 10 volt və U2 voltmetrinin də göstəricisi oldu yenə də 10 volt. Və davam edək. Ardıcıl birləşmədə gərginliklər nə edirdi? Toplanırdı. Ona görə də U bərabərdir. U1 üzərinə gəlsin U2'ye. O da bərabərdir. 10 üzərinə gəlsin 10, 20 volt. Belə. Hər birini hesabladıq. Son olaraq nəticəmizə bir daha baxaq. Bizə demişdi ki, R ilə ifadə edin ümumi müqaviməti. Tapdıq ki, ümumi müqavimətimiz 2 yerə bərabərdir. Və sonda bizdən soruşurdu ki, bəs ümumi gərginliyimiz nə qədərdir? Biz də bunları pillə-pillə hamısını hesabladıq və gördük ki, ümumi gərginliyimiz 20 volta bərabər imiş. Belə. Davam edək indi öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlarla. Birinci sualda deyir ki, düzgün olan ifadəni seçin və cavabınızı əsaslandırın. Elektrik açarı işlədicilərə ardıcıl birləşir, yoxsa paralel birləşir? Əlbəttə ki, uşaqlar ardıcıl birləşir. Çünki bu halda açarı açıb bağlamaqla işlədicini dövrədən ayırmaq və dövrəyə qoşmaq olar. Yəni, paralel birləşə bilməz axı. İkinci suala baxaq. Lampaların ardıcıl və paralel birləşməsində ümumi müqavimət necə hesablanır? Bunu yenə də sizin mövzu izahınızda vermişdim. Ardıcıl və paralel birləşdirmə zamanı ümumi müqaviməti hesabladığımız zaman yazaq. Deməli, gəlin ağ səhifə açın. İkinci sualın izahını buradan verək. Ardıcıl birləşmədə ümumi müqavimət R ardıcıl bərabərdir. Müqavimətlərin cəminə R1 üzərinə gəlsin R2. Paralel birləşdirmədə ümumi müqavimət isə 1 bölünsün R paralel bərabərdir. 1 bölünsün R1 üzərinə gəlsin 1 bölünsün R2. Yəni, paralel birləşdirmədə ümumi müqavimət hər bir müqavimətin tərs qiymətlərinin cəminə bərabərdir. Belə. Keçək indi üçüncü suala. Üçüncü sualda bizdən soruşur ki, gərginlikləri bərabər olan cəryan mənbələrinə şəkildəki kimi 2 lampa birləşdirilmişdir. Cəryan şiddətlərinin I2-nin I1-ə olan nisbətini hesablayaq. Gəlin hesablayaq. Demək ki, gərginlikləri bərabər imiş. Hər ikisinin gərginliyi bir-birinə bərabər olduğu göstərilib. U və digərində də U. Və müqavimətlərə fikir verək, müqavimətlər də bir-birinə bərabərdir. Sadəcə olaraq birində paralel, digərində isə ardıcıl birləşib. Məhz bu paralel və ardıcıl birləşdirmə artıq cəryan şiddətinin dəyişməsinə gəlib çıxardı.
Necə? Gəlin bir-bir baxaq. Bilirik ki, cəryan şiddətinin düsturu I bərabərdir. U bölünsün R ilə hesablanır. İndi bizə deyirdi ki, gərginliklər bərabərdir. Demək ki, fərqli olan müqavimətlərdir. Paralel birləşdirilmə zamanı müqavimət tərs qiymətlərin cəminə bərabərdir. Ardıcıl birləşdirmədə isə birbaşa müqavimətlərin cəminə bərabər idi. Gəlin paralel birləşdirməyə baxaq birinci. Paralel birləşdirilmədə ümumi müqaviməti hesablayaq və bunun üçün cəryan şiddətini yazaq. I1 bərabərdir U bölünsün R paralelə. O da bərabərdir. U qalır öz yerində. R paralelin yerinə nə yazacaq uşaqlar? Biraz əvvəlki düstur kimi 1 bölünsün R paralel bərabərdir. 1 bölünsün R, bax buradakı R üzərinə gəlsin. 1 bölünsün yenə R, bax buradakı R. Və gəlin burada ayrıca hesablayaq istəyirsiniz. Bərabərdir. Orta məxrəc yenə də R-dir. Yuxarıda alınır 2. 1 bölünsün R paralel bərabərdir 2 bölünsün R-ə. Bəs R paralel özü nəyə bərabər olur? R bölünsün 2-yə. Demək ki, R paralelin yerinə gətirərəm, bax burada bu ifadəni bu düsturda nəzərə alaraq. Gətirib nəzərə alaq. Yazarıq ki, o zaman R paralelin yerinə artıq R bölünsün 2. Bərabərdir. Biraz sadələşdirək. Bu şəkildə saxlamayaq. 2 yuxarı qalxacaq. Olacaq 2U. Aşağıda qalacaq R. Demək ki, birincinin cəryan şiddəti nə qədər imiş? 2U bölünsün R imiş. Bunu tapdıq. Gəl yazaq burada. I1 bərabərdir 2U bölünsün R. İndi keçək ikinciyə. Bəs ikincidə dövrənin cəryan şiddəti nəyə bərabər olacaq? Onu hesablayaq. Ardıcıl birləşmədə nə demişdik? Demişdik ki, müqavimətlər toplanır. Gəl baxaq ardıcıl birləşməyə. R ardıcıl bərabərdir R plus R-ə. Çünki birincinin müqaviməti R, ikincinin də müqaviməti R. Bərabər olacaq 2 R-ə. Deməli, tapdıq ki, R ardıcılda ümumi müqavimətimiz 2 R-ə bərabərdir. Bayaqki kimi davam edirik. Cəryan şiddətimiz I bərabərdir. U bölünsün R-ə. Amma R-in yerinə ardıcılın ümumi qiymətini yazacaq. R ardıcıl bərabərdir. U qalır öz yerində. R ardıcılı nə tapmışdıq? 2 R. Demək ki, mən nə edəcəm artıq? Bu 2 R-i gətirib bu R ardıcılın yerində yazmış olacağım. Yazaq. Deməli, bölünsün 2 R. Demək ki, I2-miz nəyə bərabər imiş? U bölünsün 2 R-ə. Bu qədər. Biz tapdıq ki, I2-miz U bölünsün 2 R-ə bərabərdir. I1-imiz isə 2U bölünsün R-ə bərabərdir. Artıq hər birini tək-tək hesablamış olduq uşaqlar. Yeganə olaraq bizdən qalır ki, I2 bölünsün I1 nisbətini hesablayaq. Gəl yazaq. I2 bölünsün I1-ə. O da bərabərdir. I2-mizin qiyməti nə qədərdir ki? U bölünsün 2 R. Yazıram burada. U bölünsün 2 R. Bəs I1-imizin qiyməti nə qədərdir? I1-imizin nə qiyməti? Bax buradadır. 2U bölünsün R-ə. Onun da qiymətini yazıram burada. 2U bölünsün R. Bərabərdir. Davam edək. U bölünsün 2R vurulsun. Bax 2U burada. R də yuxarıda. Ortaq vuruqlar ixtisar olur. Yerdə nə qaldı? 1 bölünsün 4-ə. Demək ki, I2-nin I1-ə olan nisbəti 1-in 4-ə olan nisbətinə bərabərdir. Bu qədər. Bu şəkildə 3-cü tapşırıqda hesablamış olduq. Davam edək sonra. 4-cü sual. 4-cü sualda deyir ki, müqavimətləri R1 bərabərdir 30 ohm və R2 bərabərdir 60 ohm olan lampaların ardıcıl və paralel birləşdirilməsindən alınan ümumi müqavimətlərin R ardıcılın R paralel olan nisbətini hesablayın. Asandır. Gəlin bircə hesablayaq.
Sizə təkcə qalır ki, düsturda yerinə yazasınız və bir-bir hesablayasınız. Baxın, ardıcıl bərabərdir. R1 plus R2 olduğunu bilirdik də. Və bizə verib ki, R1'imiz 30 ohmdur. R2'miz də 60 ohmdur. Demək ki, R1'in yerinə qoyacaqsınız 30, R2'nin də yerinə qoyacaqsınız 60. Yəni 30 üzərinə gəlsin 60 bərabərdir 90 ohm. Bunu hesabladıq. İndi R paralelliyi hesablayaq. R paralel də tərs qiymətidir. 1 bölünsün R paralel bərabərdir. 1 bölünsün R üzərinə gəlsin 1 bölünsün R. Ya da yazaq R1 bölünsün R2'dən bərabərdir. R1'in yerinə nə yazacağım indi? 30. Yəni 1 bölünsün 30 üzərinə gəlsin. R2'nin yerinə nə yazacağım? 60. Yəni 1 bölünsün 60 bərabərdir. Bunların hər ikisinin orta məxrəc elə 60'ın özüdür. Bunu ona göre 2'ye vuraram. Yazar 2 plus 1'e. Yəni 60'da 3'e. O da bərabərdir 20'də 1'e. Demək ki, 1 bölünsün R paralel 20'də 1'e bərabərdir. Bəs onda R paralel niyə bərabərdir? 20'ye. Demək ki, R paralelimiz 20'ye bərabər olduğunu hesabladıq. Və bizdən neyi soruşur? R ardıcıl bölünsün R paralel. Əlimizdə olanları getirib yerinə qoyuruq. R ardıcıl bölünsün R paralel. Bərabərdir. R ardıcılımız nə qədər idi? 90. R paralelimiz 20. Yəni 90'ın 20'ye olan nisbəti nə qədər eləyəcək? 4,5. Demək ki, R ardıcılın R paralel olan nisbəti 4,5'ə bərabər imiş. Belə uşaqları bu şəkildə sizinlə bütün tapşırıqları izah etmiş olduq. Yenə də deyirəm, öz gələcəyinizin mimarı siz özünüzsünüz. Çalışqan olun, dürüst olun, xəyallarınızdan vaz keçməyin və gerisini Allaha həvalə edin. Sağ olun uşaqlar.